Deməli, dəyərli izləyicilər, çox maraqlı bir xəstə barədə məlumat vermək istəyirəm. Təsadüfən denk gəldi. Ona görə özümün boş belli məlumat verim. 15 yaşlı oğlan professional idmanla məşğul olur. Səhv salmıramsa, voleybol ilə futbol ikisindən biri idi, elə bir məlumat verdilər. Anası dedi ki, hiss edirəm ki, uşağımın ürəyi zəif döyünür, təngi nəfəs olur və s. Qətetlər müayinə elədik. Təəssüf ki, ürək döyüntüləri ortalama 51-lərdə vururdu, ortalama sayı. Gecələrdə 40-a da gəlib düşürdü ürək döyüntüsü və bunları analiz elədik, Holter elədik, təfərrüatı araşdırdıq. Sonra endokrinoloji problem ortaya çıxdı, tiroid hormon pozğunluğu və xəstəyə təbii olaraq endokrinoloqa yönləndirdik. Onun fikir aldıqdan sonra xəstə barədə gərəkən tibbi xidmət göstəriləcək. Sözüm cana odur ki, hörmətli izləyicilər, hörmətli valideynlər, ürək döyüntüsü deyib keçməyin. Azlığı da böyük bəladır, çox yüksək döyünməsi də bəladır. Hər şey normanın olması halda həyat aparılmalıdır. Ona görə evlatlarınızda ürək döyüntü pozğunluğunuz varsa, mütləq surətdə həkimə müraciət etməniz tövsiyə olunur.